Ötən həftənin ən həyəcanlı elm xəbəri Marsda həyatın tapılması ilə bağlı idi. Amma həqiqətən Marsda həyatın mənbəyi tapıldı? Gəlin ən başa qaydaq. Bildiyiniz kimi 2021-ci ilin fevral ayında NASA'nın Perseverance adlı xüsusi roveri həssaslıqla seçilmiş lokasiyaya, Jezero adlı kraterə uğurla eniş etmişdi. Və o dövrdən bu yana oradan məlumatlar toplamağa davam edir. Və keçən həftə bu kraterin ətrafında, daha dəqiq desək, Şeyeva Falls adlı qayadan bəzi mühüm daşlar tapdı. Götürülən nümunələr, yəni həmin daşlar milyardlarla il əvvəl formalaşmış incə bir strukturdan ibarətdir. Bu daşlar sakit axan suların çökməsi nəticəsində yaranıb və həyat üçün əlverişli mühitin olduğunu göstərir. Nümunədə həyat üçün fundamental hesab olunan elementlər, məsələn, üzvi karbon, fosfor, kükürt və dəmir oksidləri aşkar olunub. Qayanın üzərində hətta leopard ləkələri adlanan dairəvi strukturlar və kiçik düyünlər də müşahidə olunub. Və ən həyəcanlı hissəyə gəlirik. Daha da maraqlısı odur ki, qayanın kimyəvi tərkibində dəmir fosfat və dəmir sülfit də var idi. Məncə bu adlar sizə çox yaxşı tanış gəlməlidir. Bəli, bu minerallar yer üzündə adətən mikroorqanizmlərin fəaliyyəti və oksigensiz mühitlərdə görülür. Və qayanın üzərində də həmin mineralları tapan mümkündür. Bu da bizə güman etməyə vadar edir ki, bəlkə də milyonlarla il əvvəl qızıl planetdə mikroblar yaşayıb. Bu tapıntılar potensial bioimzadır, yəni canlı həyatın izi ola bilər. Ancaq elm hələ Marsda həyat tapıldı deyə bilməz. Çünki bu minerallar abiotik kimyəvi proseslər nəticəsində də əmələ gələ bilər. Abiogenez prosesi nəticəsində, yəni cansızlıqdan da ola bilər və ondan sonra gözləntilərimiz doğrulmaz. Amma Perseverance hələ də məlumatlar toplamağa davam edir və hələ bir neçə ili qalıb. Ona ümid edə bilərik ki, qayanın ətrafından daha tutarlı və həyatı dəstəkləyəcək elementlər tapsın. Bir sözlə, son qərarı verə bilmək üçün nümunələrin toplanıb kapsula vasitəsilə yer planetinə gətirilməsi və daha detallı laborator analizlərə ehtiyac var. Bu isə yaxın zamanda bir balaca müşkül görünür. Çünki Amerika hökuməti onsuz da xeyli aşağı olan NASA büdcəsini daha da azaltmaq fikrindədir. Deyirəm, bu cür həyəcanlı elmi kəşflərin olduğu periodda azgöz siyasətçilərin əlində qalmaq həqiqətən çox acınacaqlıdır.